Həkim sizə xoralı kolitdən əməliyyat lazımdır deyibsə, bu doğru deyil. Yerli mütəxəssis üsyan edir. Bu və digər maraqlı xəbərləri izləmək üçün isə bizə diqqətlə sona qədər baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır, studiyada Gönel İbadovadır. İndi isə digər tibb xəbərlərimizin anonsunu izləyək. Xoralı kolit hər zaman əməliyyat edilməməlidir. Azərbaycanlı mütəxəssis izah edir. 2050-ci ilə qədər kişilərdə xərçəngdən ölüm halları artacaq. Məktəbli qız xərçəng hüceyrələrini məhv edən pudinq hazırladı. Elm aləminin yeni gündəmi. Müsbət düşüncə kortizol səviyyəsini azaldır. Maraqlı araşdırma. Bakıda beynəlxalq konqres keçirilib. 3-4 iyun tarixlərində Hilton otelində Azərbaycan Otorinolaringologiya Cəmiyyətinin 4-cü və Azərbaycan Foniatrlar və Loqopedlər Cəmiyyətinin 1-ci beynəlxalq konqresi keçirilib. Foniatriyada yeni üfüqlər mövzusuna həsr olunan tədbir Avropa Foniatrlar İttifaqı və Türkiyənin bir sıra ixtisaslaşmış elmi cəmiyyətləri ilə birgə təşkil olunub. Təxminən 200 otorinolaringoloqun iştirak etdiyi konqresdə Azərbaycan, Türkiyə və Amerika Birləşmiş Ştatından 40-a yaxın mütəxəssis məruzə ilə çıxış edib. Tədbirin əsas məqsədi səs problemlərinin müasir diaqnostika və müalicə üsullarının müzakirəsi, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsidir. Konqres çərçivəsində qırtlağın xoş və bədxassəli törəmələri, səs tellərinin ifliciləri, uşaqlarda disfoniyalar, audio-vestibülyar diaqnostikadakı yeniliklər və foniatriyada süni intellektin tətbiqi kimi mövzular üzrə elmi panellər keçirilib. Bizim böyük bir konqresimiz keçirilir. Yəni tamamilə səs problemlərinə həsr olunmuş ki, Azərbaycanda ilk dəfədir bu səvkidə bir konqres keçirilir. Bu mövzuda bir konqres keçirilir. Səs problemləri həddən artıq önəmlidir. İnsanlarımızın arasında çox yayılmış bir problemdir, amma çox təəssüf ki, çox da tanınan və çox məşğul olunan bir problem deyil. Ona görə də biz bu ilki konqresimizin mövzusunu sırf səs problemlərinə həsr eləmişik. 2 günlük bir konqres, ilk günü səs xəstəliklərinin müalicəsində ən çox lazım olan və çox təəssüf ki, ən az istifadə etdiyimiz Azərbaycanda çox az klinikada istifadə olunan səs terapiyasına həsr etmişdik. Türkiyədən çox məşhur bir doktorumuz, Doktor İlter Dənizoğlu'nun ki, Doktor Vox səs terapiyası üsulunun müəllifidir. Bir səs terapiyası kursu oldu. Həkimlərimiz çox maraqla dinlədi. Bugün də yeni 7 paneldən, dünən 3 panelimiz var idi. Elmi proqramda bugün 7 panellə davam edirik. Və ümid edirəm ki, hədəfimizə çatacağıq. Əsas hədəfimiz burada həm həkimlərimizin, həm loqopedlərimizin, həm sənətçilərimizin arasında bu problemi təbliğ eləməkdir. Əsas da gənc həkimlərimizin səs problemlərinin müalicəsinə yönəlməsini hədəfləmişik. Ümid edirəm bu hədəfimizə çatacağıq. Bugün ilk dəfədir ki, bir tamamilə süni intellektin tibbdə, eyni zamanda səsdə istifadəsilə bağlı bir panelimiz olacaq. 3 məruzəmiz var orada da. Elə birini mən məruzə edirəm. Bizim uzun zamanda 10 ildir üzərində çalışdığımız APD Voice diye bir platformamız var. Onu təqdim edəcəyik. Bugün burada Azerbaycan Kulak Burun Boğaz Cemiyeti'nin 4. yeni kurulan Azerbaycan Foniatrlar ve Logopedler Cemiyeti'nin 1. Uluslararası Kongresi için bulunuyoruz. Kongremizin konusu foniatri. Foniatri sesle, dille, konuşmayla, yutmayla, işitmeyle ilişkili kulak burun boğazın bir alt alanı. Buna her yaştan birey ihtiyaç duyuyor. Dolayısıyla yeterli düzeyde foniatr, logoped gelişmesi, yetiştirilmesi bütün toplum sağlığı açısından, bireylerin sağlıklı iletişim kurması açısından, sağlıklı sese, sağlıklı yutmaya sahip olmaları açısından çok kıymetli. Bugün burada ses konuşuyoruz. Sesle ilgili Türkiye'nin, Azerbaycan'ın, dünyanın birçok başka yerlerinden gelen konuşmacıların bu alandaki en yeniliklerle ilgili konuşmalarını dinliyor olacağız. Hep beraber Bakü'de olmaktan çok mutluyuz. Bakü zaten bizim için böyle bir ikinci vatan gibi. Burada bilimin ilerlediğini görmek, birlikte bilimsel bir şeyler yaptığımızı görmek her zamanki gibi keyif. Tədbirin davamı olaraq iyunun 5-də Qarabağ Universitetində 1-ci Qarabağ Səs Konqresi keçiriləcək. Konqresdə professional səs, Azərbaycan musiqisi və muğamın vokal xüsusiyyətləri elmi aspektdən müzakirə olunacaq. Qeyd edək ki, konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən 13 davamlı tibbi təhsil krediti ilə akkreditasiya olunub.
Gastroenteroloq Rövşən İbişov deyir ki, əgər sizə gəl əməliyyat olun deyirlərsə, xoralı kolit üçün heç vaxt cərrahi müdaxiləyə icazə verməyin. Həkimi dinləyək. Xoralı kolit əməliyyatla sağalmır. Bu diaqnoz qoyulan hər xəstəyə cərrahi müdaxilə tövsiyə olunması düzgün yanaşma hesab edilmir. Bu haqda gastroenteroloq, hepatoloq, endoskopist doktor Rövşən İbişov danışıb. Bir çox hallarda görürük ki, xoralı kolit xəstələrinin son çarə olaraq əməliyyat icra olunur onlarda, amma mənim buna münasibətim isə tam fərqlidir. Niyə? Çünki xoralı kolit xəstələrini çalışmaq lazımdır ki, orqan qorunub saxlanılsın. Artıq ən bəsit müalicədən tutmuş, dozalanmasına görə həm də ən ağır müalicəsinə qədər, bioloji dərmanlara qədər orqanı qoruyub saxlamaq və bağırsağı tam əla vəziyyətdə seyli qışasını və funksiyasını bərpa etmək olar. Ancaq o hallarda əməliyyat icra olunur ki, heç bir dərman müalicəsi kömək etmir, artıq bağırsaqlarda massiv qanaxmalar, bağırsaqlarda törəmələr, bütün bağırsaq boyu poliplər aşkar olunarsa və həmçinin də bağırsağın seyli qışasında yırtılmalar aşkar olunarsa və dayanmayan profuz qanaxma görülərsə, o zaman əməliyyat olunar. Yoxsa ki, əgər bağırsaqda xoralı kolit varsa, çalışmaq lazımdır pəhriz və həkimin müalicəsi icra olunsun. Qeyd edək ki, xoralı kolit yoğun bağırsağın xroniki iltihabi xəstəliyidir və əksər hallarda dərman müalicəsi, qidalanma rejiminin tənzimlənməsi və müntəzəm həkim nəzarəti ilə idarə olunur. Xoralı kolit diaqnozu alan xəstələr cərrahi müdaxilə qərarını tələsik verməməli, gastroenteroloq və kolorektal cərrahın birgə rəyini almalıdır. Çünki hər xəstənin vəziyyəti fərdi şəkildə qiymətləndirilir. Əgər kortizol səviyyəsini azaltmaq üçün dərman qəbul edirsinizsə, bir də bunu sınayın. Alimlər deyir ki, əgər müsbət düşünsəniz, əhvalınız yaxşı olsa, kortizol bir xeyli azalar. Müsbət düşüncə kortizol səviyyəsini azaldır. Mütəxəssislər bildirir ki, insan beyninin fəaliyyəti hər gün diqqət yetdirdiyi düşüncələrdən və emosiyalardan təsirlənir. Araşdırmalar göstərir ki, müsbət düşüncə və minnətdarlıq hissinin müntəzəm şəkildə ifadə olunması beyində mühüm dəyişikliklər yaradır. 2016-cı ildə Kaliforniya Universitetinin Los Angeles kampusunda neyrobioloq Elizabeth Kirbinin rəhbərliyi ilə aparılan tədqiqat nəticəsində müəyyən edilib ki, 6-8 həftə ərzində minnətdarlıq praktikaları ilə məşğul olan şəxslərdə prefrontal qabıq və hipokamp kimi beyin nahiyələrinin aktivliyi artıb. Bu bölgələr emosiyaların tənzimlənməsi, motivasiya və yaddaş funksiyalarına cavabdehdir. Alimlər bu prosesi neyroplastiklik adlandırıb. Bu, beynin həyat boyu yeni neyron əlaqələri yaratmaq və mövcud əlaqələri gücləndirmək qabiliyyətidir. Elmi araşdırmalar həmçinin göstərir ki, bu cür vərdişlər stress hormonu olan kortizolun səviyyəsini azaldar, yuxu keyfiyyətini və diqqət toplama qabiliyyətini yaxşılaşdırır. –2050-ci ilə qədər xərçəngdən həyatını itirən kişilərin sayı kifayət qədər artacaq. Bunun səbəblərini isə alimlər açıqlayır. 2050-ci ilə qədər kişilərdə xərçəngdən ölüm halları artacaq. Avstraliyanın Queensland Universitetində aparılan yeni araşdırma kişilərdə xərçəng xəstəliklərinin gələcəkdə daha ciddi problemə çevriləcəyi göstərilib. 185 ölkədən toplanmış məlumatların təhlili əsasında müəyyən edilib ki, 2050-ci ilə qədər kişilər arasında xərçəng halları təxminən 84% arta bilər. Mütəxəssislərin hesablamalarına görə 2050-ci ildə dünyada kişilər arasında təxminən 19 milyon yeni xərçəng diaqnozu qoyulacaq. Bu göstərici 2022-ci illə müqayisədə 10 milyon daha çoxdur. Ölüm hallarının əsas hissəsi yaşlı kişilərin payına düşsə də, 15-64 yaş arası kişilər arasında da xərçəngdən ölüm hallarının təxminən 40% artaraq 3 milyona çatacağı gözlənilir. 65 yaşdan yuxarı kişilərdə isə bu göstəricinin 124%-dən çox olacağı proqnozlaşdırılır. Tədqiqatçılar xüsusilə dəri xərçəngi, mezotelioma, sidik səsi və prostat xərçəngi hallarının əhəmiyyətli dərəcədə artacağını bildirib. Prostat xərçəngindən ölüm hallarının 136% yüksələrək təxminən 1 milyona çatacağı ehtimal edilir. Amerikalı məktəbli bir qız quş armudu pudinqinin xərçəngi azaltdığını sübut edib. İndi bütün elm dünyası onu müzakirə edir. Detallar izləyək.
Məktəbli qız xərçəng hüceyrələrini məhv edən pudinq hazırladı. Amerika Birləşmiş Ştatının Nevada ştatındakı orta məktəb şagirdi Destiny Skypid ənənəvi qida reseptlərinin sağlamlığa təsirini araşdıraraq maraqlı nəticələr əldə edib. O, biokimiya professoru Ken Cornell ilə birlikdə yerli xalqlara məxsus Amerika quşarmudu pudinqinin xərçəng hüceyrələrinə təsirini laboratoriya şəraitində öyrənib. Araşdırma zamanı uşaqlıq sarkoması hüceyrələri üzərində 4 müxtəlif quşarmudu preparatı sınaqdan keçirilib. Nəticələr göstərib ki, yalnız ənənəvi üsulla meyvənin tumları əzilərək hazırlanan resept xərçəng hüceyrələrinin 24 saat ərzində məhv edib. Tumlardan istifadə edilməyən pudinq və şirəsi isə heç bir təsir göstərməyib. Alimlərin fikrincə şiş əleyhinə potensiala malik maddələr məhz tumları tərkibində yerləşir. Mütəxəssislər vurğulayıb ki, təcrübə yalnız laboratoriyada hüceyrə üzərində aparılıb və nəticələr insanlarda təsdiqlənməyib. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək həmişə bir addım öndə olmaq deməkdir. Özünüzü də, doğmalarınızı da qoruyun. Sağ olun, salamat qalın.